Deməli, funksiya və qrafiklər mövzusunun izahı, funksiya. Uşaqlar, funksiya və qrafiklər nədir? Deyir ki, x ədədi çoxluğundan götürülmüş hər hansı bir x ədədi üçün, yəni biz bunu düz qayda olaraq bilsək, x çoxluğunda götürülmüş, bu x çoxluğunun içində yerləşən hər hansı balaca x ədədi üçün y çoxluğundan götürülmüş yeganə y ədədinin uyğunluğuna biz deyirik funksiya. Yəni x-in yeganə qiymətində y-in sadəcə bir qiymətinin uyğunluğuna biz deyirik funksiya. X-ə sərbəst dəyişən deyilir, y-ə asılı dəyişən deyilir. İlk növbədə öyrənəcək funksiyanın təyin oblastını və qiymətlər oblastını. Nədir funksiyanın təyin oblastı və qiymətlər oblastı? Təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğudur. Qiymətlər oblastı y-in ala biləcəyi qiymətlər çoxluğudur. Hər bir funksiya üçün bunlar fərqli-fərqli olur. İndi qarşıda deyəcəm onlar haqqında. Funksiyanı biz 3 üsulla verə bilirik. Birinci üsul cədvəl üsuludur. Nədir cədvəl üsulu? Bu aşağı siniflərdən keçmişik. Sərbəst dəyişənin qiymətlərinə uyğun olaraq asılı dəyişənin cədvəli. Yəni, adətən aşağı siniflərdə olurdu. Bu şəkildə bölürdülər. X yazır, Y yazır. X-in qiymətlərini yazır. 2, 3, 4, 5, misal üçün Y-də yazır. Bu 2-dir, məsələn, bura 8-dir, bura 12-dir. Bu şəkildə digərlərini biz tapırdıq. Bax, bu bizə verilmiş cədvəl üsulu ilə olan funksiya növüdür. İkinci funksiya növü qrafik üsuludur. Burada da asılı dəyişənlə sərbəst dəyişən arasındakı asıllığı koordinat oxları ilə verirdi. Yəni, x və y arasındakı asıllığı mənə bu şəkildə verirdi. Misal üçün, bunu bu şəkildə seçsəm, bura -3, bura 2 deyirəm. Məsələn, bura olsun -1, burada olsun müsbət 2. Mənə belə bir qrafik verib. Uşaqlar, baxın, mən bu qrafikə baxanda avtomatik olaraq x -3, y2, bir də buradakı bu nöqtənin koordinatına baxanda başa düşürəm ki, x2, y -1. Baxın, bu formada da verilmiş funksiyaya biz deyirik qrafik üsulu ilə verilmiş funksiya. Üçüncü üsula gəlirəm, hansı ki bizim ən çox istifadə edəcəyimiz üsul analitik üsul, yəni düstur variantı. Yəni, mənə düstur verir konkret. Deyir ki, y bərabərdir 3x üstəgəl 2. Bəzən y vermir, y-in yerinə fx yazır, eyni şeydir. Fx bərabərdir 3x üstəgəl 2, sonra mənə deyir ki, f, məsələn, 4-ü tap. Gətirib x gördüyüm yerə 4 yazıram, o da mənə verir 14. Bax, buna da deyilir analitik üsul. Funksiyaların artımı və azalması. Nədir artım və azalması? Uşaqlar, funksiyanın müəyyən, bayaqları qrafikdə də göstərdim, qrafik şəkillərində daha aydın görsənir o. Müəyyən hissədə artması və müəyyən hissədə azalması vardır. Və biz bunu necə tapırıq? Qayda olaraq mənə nəyi deyir? Deyir ki, funksiyanın təyin oblastında götürülmüş y-in böyük qiymətinə x-in böyük qiyməti uyğundursa, biz bu funksiyaya artan funksiya deyirik. Yəni, hər hansı bir funksiya verəcək mənə fx funksiyası verəcəkdir. Və biz burada müqayisə edəcəyik. X və y. X-in qiymətlərini sən verəsən, x-in qiymətləri artandır, y-in də qiyməti artırsa, buna deyəcək artan funksiya. Yox, əgər əksinə x-in qiyməti azalanda, y-in qiyməti artırsa, buna deyəcəm azalan funksiya. Buna misal göstərək. Məsələn, y bərabərdir, tutaq ki, deyirəm, 2x funksiyası. Bir dənə bunu yoxlayaq görək. Bu artan funksiyadır, azalan funksiyadır. X və y. X-ə bir dənə mənfi ədəd verirəm. Məsələn, -3. -3 2-yə vursam -6. X-ə 0 versəm, y 0. X-ə müsbət 3 versəm, müsbət 6. Bu hissənin qiymətləri artanda, buranın da qiymətləri artdığına görə buna deyəcəm artan funksiya. Amma yox, bir tərəf artanda digər tərəf azalırsa, ona deyərəm azalan funksiya. Adətən qarşıdakının işarəsinə görə təyin edə bilirəm. Qarşıdakı ədəd müsbətdirsə, deməli bu artan funksiya demək olar. Amma bunu mütləq araşdırmaq da lazımdır. Sonra, artan və azalan funksiyalar birlikdə monoton funksiyalar adlanır. Ola bilər ki, qayda kimi qarşınıza çıxsın, artan və azalan funksiyaların hər ikisi birlikdə monoton funksiyalar adlanır. Sonra danışacaq funksiyanın təşliyi və cütlüyündən. Uşaqlar, funksiyanın təşliyi və cütlüyü nədir? Verilmiş f funksiyası üçün f - x bərabərdir fx şərti ödənirsə, bax, bu funksiyaya biz deyəcəyik cüt funksiya. Yəni, nə demək istəyirəm? Qısa qayda olaraq göstərim. Məsələn, fx bərabərdir x kvadratı. Yenə x və y yazıram. X-ə qiymət verirəm.
X-ə mənfi 3 versəm, mənfi 3-ün kvadratı 9 edir. Müsbət 3 versəm, müsbət 3-ün də kvadratı 9 edir. Yəni, eyni ədədin mənfisini və müsbətini verdikdə, yenə də işarəsi dəyişməyən ədədi alırsansa, baxın, burada mənə verib ki, mənfi də versən, eyni ədədi alırsansa, bu cüt funksiyadır. Amma, məsələn, mən deyirəm ki, fx bərabərdir x kubu funksiyasına baxaq. X, Y. X-ə 2 versəm, 2-nin kubu 8. X-ə mənfi 2 versəm, mənfi 2-nin kubu mənfi 8. Baxın, ədədlər eyni ədədin müsbət və mənfisini verəndə, eyni ədədin müsbət və mənfisini alırsınızsa, yəni ədədlər eynidir, işarələri fərqlidirsə, buna deyəcəm tək funksiya. Deməli, işarə də eynidir, ədəd də eynidirsə, bu olur cüt funksiya. Ədədlər eyni, işarələr fərqlidirsə, bu olacaq tək funksiya. Baxın, yenə də ədədlər 8-8-də, amma işarə fərqlidirsə, buna deyirlər tək funksiya. Bir də var ki, ədədlər ümumiyyətlə eyni ədədlər olmasın. Bax, ona da deyəcək, nə tək funksiya, nə də cüt funksiya. Onu da göstərək. Misal üçün, mənə deyir ki, y bərabərdir 2x üstəgəl 1. X-ə qiymət, y-ə qiymət. X-ə, məsələn, tutaq ki, 1 verirəm. 2-ni 1-ə vurub üstünə 1 gəlsəm, 3. X-ə mənfi 1 versəm, 2-ni mənfi 1-ə vursam, mənfi 2 üstünə 1 gəlsəm, mənfi 1. Baxın, ədədlər də fərqlidir, işarələr də fərqlidir ümumiyyətlə. Buna deyəcək, nə tək funksiya, nə də cüt funksiya. Deməli, funksiyanın tək və cütlüyü haqqında sadəcə bilmək lazımdır ki, ədəd də eyni, işarə də eynidirsə cüt funksiyadır. Ədədlər fərqlidir, yəni belə deyim də, əks ədədlərdir, biri müsbət, biri mənfidirsə. Bu tək funksiyadır, amma ümumiyyətlə ədəd də fərqlidir, işarə də fərqli və ya eyni də olsa, ədədlər fərqlidirsə, buna da deyirik nə tək funksiya, nə də cüt funksiya. Sonra danışaq tərs funksiyalar haqqında. Uşaqlar, nədir tərs funksiya və necə hesablanır? Tərs funksiya, uşaqlar, verilmiş hər hansı bir funksiyanın tərsi olan funksiya bizim üçün tərs funksiya adlanır. Yəni, nə demək istəyirəm? Normalda x-in aldığı qiymətlər təyin oblastıdır. Bir funksiyanın tərs funksiyasını tapıramsa, o zaman təyin oblastı bizim tərs funksiyamızın qiymətlər oblastı olmuş olacaq. Qiymətlər oblastı bizim funksiyamızın təyin oblastı olmuş olacaq. Biraz qarışıq görsənə bilər, amma çətin bir məsələ yoxdur. Misal üçün, mənə deyir ki, y bərabərdir 2x üstəgəl 3 funksiyasının tərsini hesabla. Tərsi hesablamaq üçün üstünə mənfi 1 yazılır. Deyir ki, bunu hesabla. Bunu hesablamaq üçün qayda nədir? Y və x-in yerini dəyişirsən. Yəni, misalda y gördüyün yerə x yazırsan, x gördüyün yerə y yazırsan və aldığın yeni tənlikdən y-i tapmağa başlayırsan. Bax, bu 3-ü atıram bu tərəfə. 2y bərabər olur, x sıxılsın 3-ə. Hər tərəfi də 2-yə bölürəm. Bunu da, bunu da, bunu da. Buradan da y bərabər olur. 2-də 1x sıxılsın, 2-də 3. Bax, aldığım bu funksiya mənə yuxarıda verilən bu funksiyanın tərs funksiyasıdır. Normalda mənə verilmiş bu funksiyanın, bax, işarə qoyduğum bu funksiyanın təyin oblastı yeni aldığım funksiyanın qiymətlər oblastıdır. Normalda verilən funksiyanın qiymətlər oblastı da yeni aldığım funksiyanın təyin oblastıdır. Yəni, bir-birinin əksidir. Bu da bizim tərs funksiyamız haqqında olan məlumat. Daha sonra funksiyanın sıfırları haqqında danışaq. Funksiyanın sıfırları, uşaqlar, funksiyanın absis oxunu kəsdiyi nöqtənin koordinatına funksiyanın sıfırları deyilir. Misal üçün, mənə deyir ki, x kvadrat çıx 3x üstəgəl 2 sıfırlarını tap. Yəni, bu funksiyanı götür, sıfıra bərabər elə və kökünü tap. Buradan da köklərin cəmi 3, köklərin hasili 2 olan ədədlər, bu da aydın məsələdir ki, 2 və 1-dir. Deməli, 2 ilə 1 bu funksiyanın sıfırları adlandırılmış olacaq. Deməli, funksiyanın da sıfırlarını tapanda həmən funksiyanı sıfıra bərabər edirik. Daha sonra sabit funksiya haqqında danışaq. Uşaqlar, sabit funksiya y bərabərdir, misal üçün 3. Yəni, misalda x olmayan funksiyalardır. Bunu da qrafiklə göstərsəm, x oxuna paraleldir. Məsələn, burada 3 nöqtəsini tapıram. Baxın, bu sabit funksiya. Bu y bərabərdir 3 funksiyasıdır. Məsələn, belə seçirəm. Bura mənfi 2 olar. Bu olar y bərabərdir mənfi 2 funksiyası. Sabit funksiya ümumiyyətlə elə bir funksiyadır ki, yəni heç bir qiymətdə dəyişmir. Daha həmişə sabit qalaraq davam edir. Sabit funksiya haqqında nələri biləcəyik?
Uşaqlar, təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şeyi ala bilir. Qiymətlər oblasti sadəcə o kəsdiyi nöqtənin qiymətidir. Sabit funksiyalar cüt funksiya olur. Qayda olaraq, nəzəri olaraq soruşa bilər bizdən. Sabit funksiyalar həmişə cüt funksiyalardır. Sonra bir də bayaq şəkil çəkmişdim. Bax, məsələn, belə göstərmişdim. Dedim, y bərabərdir 3. Əgər mənə deyir ki, bu 3 ədədi, burada verilən hər hansı bir c ədədi sıfırdan böyükdürsə, bizim qrafikimiz birinci, ikinci rübdən keçir. Həqiqətən də 3 böyükdür deyə 1, 2-dən keçir. Yox, məsələn, mənfi 3 olsaydı, buradan keçən bir qrafik olsaydı, bu zamanda 3-cü və 4-cü rübdən keçmiş olacaqdı. Yəni, biz bunun işarəsini əsasən təyin edə bilirik. Bu funksiya haqqında ümumi məlumat idi. İndi funksiyaların növləri haqqında ətraflı məlumatı verək. Deməli, uşaqlar, İlk olaraq öyrənəcək xətti funksiya. Nədir bu xətti funksiya? Y bərabərdir kx üstəgəl b şəklində verilən funksiyalara biz deyirik xətti funksiya. Buradakı k nədir deyə bilərsiniz? K mütləqcə bunu əzbər biləcəyik. Bucaq əmsalı adlanır. Bəzən deyir ki, bucaq əmsalı misal üçün 5 olan ədədi tapın. Bucaq əmsalının 5 olması k-nın 5 olmasını göstərir. Daha sonra k bucaq əmsaldır, b də sərbəstlərdir, onsuz da onu baxanda bilirik. Uşaqlar, bəzi funksiyalar olacaq ki, biz o funksiyaların qrafikini qurmadan tapa biləcəyik. Deməli, nəyə diqqət edirik? Baxın, yadda saxlayırıq. K sıfırdan böyükdürsə, bizim funksiyamız birinci rübdə başlayıb, üçüncü rübdə bitəcək. K sıfırdan kiçikdirsə, funksiya ikinci rübdə başlayıb, dördüncü rübdə bitəcək. Misal üçün, y bərabərdir 2x üstəgəl 5. Mənə deyir, bunun funksiyasını qur. Bunu qurmaq üçün bunun k-sına baxıram, 2-dir, müsbətdir. Deməli, birinci rübdə başlayıb, 3-də bitməlidir. Rübləri də buraya yazsam, 1, 2, 3, 4. Yəni, mənim funksiyam burada başlayıb, burada bitir. Amma mən bilmirəm, belə yuxarıdan çəkmişəm, yoxsa aşağıdan çəkmişəm. Bunu da necə bilirəm? Bax, buradakı sərbəst ədəd bizim b ədədimizdir və y oxunun üzərində olur. Yəni, y oxunun üstündə 5-i tap, məsələn, bura 5 olsun, bu bizim b-imizdir həm də. Qrafik bu nöqtədən də keçməlidir. Bax, aldığım qrafik bu formada oldu. Yəni, sərbəst ədəd b, y oxunun üzərində kəsdiyi nöqtəni göstərir. Başqa bir misal göstərək. Misal üçün, deyirəm ki, y bərabərdir mənfi 2x çıxılsın 6. Bunun qrafikini qurarkən k mənfidir. Deməli, ikinci, dördüncü rübdən keçəcək və mənfi 6. Bax, bu y-i kəsdiyi nöqtəni göstərir. Y oxunda mənfi 6-nı götürdüm. 2-dən və 4-dən keçən qrafik. Qrafikimiz olacaq bu şəkildə. Əgər b olmasa, aydın məsələdir ki, mərkəzdən 0 nöqtəsindən keçən bir funksiya olacaq. Uşaqlar, xətti funksiya haqqında çox şey danışmaq olar. Misal üçün, k-nın tapılmasının başqa bir üsulu da var, başqa bir neçə üsulu vardır. K həm də bərabərdir tangens alfaya. Bu alfa nə deməkdir? Uşaqlar, bizim çəkdiyimiz funksiya x oxunun sağ tərəfi ilə, baxın, bu tərəflə yaratdığı bucağa baxırıq. Əgər bucaq iti bucaqdırsa, deməli k müsbət ədəddir. Həqiqətən, baxın, birinci, üçüncü rübdən keçir. Elə belə də başa düşə bilərik ki, yaranan alfa bucağı iti bucaqdırsa, k sıfırdan böyükdür. Yox, misal üçün, mən qrafiki bu şəkildə çəkmişəm. Yenə x oxunun sağ tərəfi ilə baxıram. Yaranan bucaq kör bucaqdırsa, onda k sıfırdan kiçikdir. Mən bunu hər dəfə qrupda uşaqlara deyirəm, kör, k kiçik, hamısı k hərfi ilə başlayır, belə yadda saxlaya bilərsiniz. Bu bizim xətti funksiya haqqında ümumi məlumatdır. İndi təyin oblasti, qiymətlər oblasti haqqında da danışaq. Sonra keçək digər funksiyalara. Uşaqlar, təyin oblasti və qiymətlər oblasti. Xətti funksiya elə bir funksiyadır ki, bunun təyin oblastını əzbər yadınızda saxlayacaqsınız. Bunun təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər hər şeyi ala bilir. Yəni, təyin oblasti x-in ala biləcəyi qiymətlərdir. K, x üstəgəl b-də də x hər şeyi ala bilir. Qiymətlər oblastına da gəldikdə, qiymətlər oblasti da y ilə göstərilir. Bu da mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər hər şeyi ala bilir. Baxın, qabaqda öyrənəcəyimiz, məsələn, kökaltı funksiyası olacaq, modul funksiyası olacaq. Onlarda buna diqqət eləyəcək ki, məsələn, həmişə mənfi sonsuzluq, müsbət sonsuzluq olmayacaqdır. Amma konkret olaraq bu mövzuda, yəni xətti funksiya,
təyin oblasında, qiymətlər oblasında mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Başqa nə deyə bilərik? K sıfırdan böyükdürsə biz bu funksiyaya artan funksiya deyəcəyik. K sıfırdan kiçikdirsə biz bu funksiyaya azalan funksiya deyəcəyik. Misal üçün mənə 2 funksiya verib, bir də deyir ki, mənfi 2x üstəgəl 3. Deyir artan funksiyanı seçin. Da K müsbətdirsə də heç bir şey axtarmadan elə deyəcək ki, bu artan funksiyadır. Və yaxud da ki, K-nın mənfiliyinə görə də deyəcək ki, bu azalan funksiyadır. Bu xətti funksiya haqqında olan məlumatımız bu qədər. İndi kvadratik funksiya haqqında məlumat verirəm. Növbəti videoda da bu ikisindən əlavə kökaltı funksiya, modul funksiya və s. digərlərindən məlumat verəcəm. Deməli, uşaqlar, kvadratik funksiya nədir? ax kvadrat üstəgəl bx üstəgəl c şəklində bu düsturla verilən funksiya kvadratik funksiya deyilir. Kvadratik funksiyanın formasını da bilmək lazımdır ki, paraboladır. Və nəyə diqqət edirik? Yenə, x hər şeyi ala bilər. Baxıram ki, təyin oblastı desə, birinci olaraq təyin oblastını göstərsəm, yəni x-ə mən nələri verə bilərəm? Bütün ədədləri verə bilərəm də. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər bütün ədədləri verə bilərik biz burada. Və qiymətlər oblastına gəldikdə, qiymətlər oblastını indi ətraflı şəkildə izah eləyəcəm. Qiymətlər oblastının tapılması üçün xüsusi qaydalar var. Deməli, uşaqlar, mənə hər hansı verilən bir funksiya, məsələn, belə veribdir. X kvadrat çıxılsın 8x üstə gəlinsin, məsələn, 10. Bu şəkildə verilmiş bir funksiyanın təpə nöqtələrinin koordinatları var. Və biz o təpə nöqtəsinin koordinatını bu misala baxaraq tapa bilmirik. Onu da tapmağın müəyyən qaydaları var. Nədir? Qayda mənə deyir ki, y bərabərdir a vurulsun x çıx m üstəgəl n. Bax, bu şəkildə yazılmış funksiyada m təpə nöqtəsinin x-idir, təpənin x-idir. N təpə nöqtəsinin y-idir. Yəni, belə deyim də, mən bunu qrafik olaraq qurmuşam. Tutaq ki, belə bir qrafik qurmuşam. Təpə nöqtəsi budur. Bunun x-i bura m-i göstərir. Bu hissə n-i göstərir. Bunu bəzən x0, y0 da adlandırırlar. M və n-in tapmaq üçün də bizim xüsusi qaydalarımız var idi. Mən bunu adətən 3 qaydanın 3-ü ilə də deyirəm. Deməli, nədir? Birinci olaraq m-i tapmanın ən asan yolları m bərabərdir. Mənfi b bölünsün 2a düsturu ilə tapırım. Bunu da tapmaq üçün a-sını, b-sini, c-sini bilmək lazımdır misalda. İndi qayıdıram həmən misalın ABC-sini yazmağa. Baxın uşaqlar, bu misalda A 1-dir. B mənfi 8-dir. C də 10-dur. M-i tapmaq üçün mənfi B, yəni mənfi bir mənfi də burada oldu. Müsbət 8 bölünsün 2. M oldu 4. N-i tapmaq üçün belə düsturumuz var. 4AC çıxılsın B kvadratı bölünsün 4A. İndi buradan mən N-i tapmağa çalışıram. 4 vurulsun A 1-dir, C 10-dur, çıxılsın mənfi 8-in kvadratı 64 bölünsün 4A. A da 1 idi elə. 64-dən 40 çıxaram. 24, mənfi 24, mənfi 24-də 4-ə bölsəm mənfi 6. Deməli, mən təpə nöqtəsinin koordinatlarını tapdım ki, 4 ilə mənfi 6. Mən bunları gətirib düsturda yerinə yazsam, düsturda da diqqətli olmaq lazımdır. Bir dəqiqə bunu, baxın. Mən bu düsturda yerinə yazmaq istəyirəm. Baxın, bu düsturda. Y bərabərdir A 1-dir. X çıx, M-in yerinə 4 yazdım. Bir də N-in də yerinə mənfi 6. Vəssalam, mən qrafiki artıq təpə nöqtəsinin koordinatlarını burada yazıb, yerinə yazıb göstərmiş oldum. İndi bayaq dedim, qiymətlər oblastı haqqında ətraflı danışacağım. Uşaqlar, qiymətlər oblastını tapanda kvadratik funksiyada baxırsan, əgər A müsbət ədəddirsə, bizim qiymətlər oblastımız n-dən müsbət sonsuzluğa qədər olur. Əgər A mənfi ədəddirsə, qiymətlər oblastımız mənfi sonsuzluqdan n-ə qədər olur. İndi mənim A ədədim müsbətdir deyə cavabım olacaq n-dən müsbət sonsuzluğa. N-i də tapmışam mənfi 6. Yəni, bu funksiyanın qiymətlər oblastı mənfi 6-dan müsbət sonsuzluğa qədər bütün ədədləri əhatə eləyəcəkdir. Bu m-nin tapılmasının başqa üsulları da var. İndi onları da göstərəcəm. Birinci üsul olaraq düstur üsulunu dedim. İndi ikinci üsul olaraq müxtəsər vurma düsturu ilə yaza biləcəyimiz üsulu deyəcəm. Dəqiqə. Elə bu funksiyanın x kvadrat çıx 8x üstəgəl 10. Bir dəqiqə.
x kvadrat çıx 8x üstəgəl 10. Bunu müxtəsərə yığmağa çalışıram. Necə? Həmişə baxıram x kvadratın əmsalı 1 olmalıdır. Həqiqətən də 1-dirsə elə bu şəkildə də davam edirik. X-in əmsalını yarıya bölüb kvadratını tapıram. Baxın x-in əmsalı 8-dir. 8-in yarısı 4, 4-ün kvadratı 16. Misalda bir dənə 16 əmələ gətirməliyəm. Bu 16-nı da əmələ gətirmək üçün bir dənə 16 əlavə edirəm, birini də çıxıram. Ki, misalda etsin dəyişməsin. Baxın, x kvadrat 8x 16. Bunu götürəndə bu mənə x sıx 4-ün kvadratını verir. Yerdə qalan 10-dan da bu 16-nı çıxsam, çıxılsın 6. Baxın, elə bayaqki formada funksiya yığılmış vəziyyətdə oldu. Bunu bu şəkildə də yazmaq olardı. Və üçüncü üsul, deyərdim ki, bu üsulların içindəki ən rahat üsuldur. Deməli, m-i tapırıq. M-i tapırıq. M bərabərdir. Mənfi B bölünsün 2A. M-in qiymətini gətirib x-lərin yerinə qoyub n-i tapa bilərsiniz. Yəni, n-i tapmaq üçün bir də bu düsturdan istifadə eləməyimizə ehtiyac qalmır. Elə mən buradan birinci m-i tapıram. Baxın, B mənfi 8-dir. Bir mənfi də burada müsbət 8 bölünsün 2. M oldu 4. Həmən 4-ü gətirib yerlərinə yazıram. 4-ün kvadratı çıx 8 vur 4 üstəgəl 10. O da mənə verəcək 16 çıx 32 üstəgəl 10. Bu mənfi 16, mənfi 16-nın üstünə 10 gəlsəm mənfi 6. Elə bayaq da mənfi 6-nı tapmışdım. M-nin tapılması üçün 3 dənə qayda dedim. Və bunlar bizə nə üçün lazımdır? Mütləq qiymətlər oblastını tapanda n-in qiymətindən istifadə eləyəcəyik. Ona görə bunu diqqətli olmaq lazımdır. M-nin tapılmasını yaxşı bilmək lazımdır. Eyni bu funksiyanın m-nin tapılması. Baxın, birazdan misal üçün modul funksiyasından danışacaq, kökaltı funksiyasını danışacaq. Hamısında bu m-dən istifadə olunacaq. Ona görə bu qaydanı yaxşı bilmək lazımdır. Daha sonra bizim funksiyanın misal üçün diskriminant köklərinin tapılması var idi. Uşaqlar, normalda bu niyə belə oldu? Ax kvadrat üstəgəl bx üstəgəl c. Əgər bizim funksiyanın, yəni normal mən buna kvadrat tənlik kimi baxsam, 2 dənə müxtəlif kökü varsa, diskriminantı 0-dan böyükdürsə, deməli bu funksiya bizim x oxunu 2 nöqtədə kəsir bu şəkildə. Əgər diskriminant 0-a bərabərsə 1 kökü var, deməli kəsmir, sadəcə bir nöqtədə toxunub keçir. Əgər diskriminant 0-dan kiçikdirsə, ümumiyyətlə xəttə toxunmur. Baxın, bu şəkildə olur. Və istənilən qiymətdə bu bərabərlik ödənir. Yəni, harada istənilən qiymət gördürsə, deməli biləcəksiniz ki, funksiyanın diskriminantı 0-dan kiçikdir. Bu da belə. Deməli, ümumi olaraq məlumat verdik qaydalardan. Son olaraq ABC-nin işarəsinin təyin edilməsi haqqında da bir məlumat verim və bunu ilə də yekunlaşdıraq. Deməli, mənim funksiyamda bayaq dedim, y bərabərdir kx üstəgəl b-dir. Sərbəst hədd y-in üzərində y-i kəsən nöqtə idi. Bax, eyni şəkildə bu funksiyada da sərbəst həddim budur. Burada da y-i kəsən nöqtə c nöqtəsidir. Yəni, mənə hər hansı bir funksiya verib, tutaq ki, baxın, belə bir funksiya veribdir. Bu şəkildə bir funksiyadır. Bu funksiyada buranı 3 veribdir. Deməli, mən buradan başa düşürəm ki, c bərabərdir 3-ə. Deyə bilərsiniz ki, niyə burada b deyirdik, burada b demirik? Baxın, burada b-dir sərbəstədir. Yanında x olmayan b-dir. Burada yanında x olmayan c-dir. Ona görə burada c bərabər olur 3-ə. A-nı da tapırıq qolların istiqamətinə görə. Yəni, A müsbətdirsə, funksiyanın qolları yuxarıyadır. A mənfidirsə, funksiyanın qolları belə aşağı şəkildə olur. Deyə bilərsiniz, B-ni necə tapırıq? B-ni tapmaq üçün xeyli müxtəlif yollar var. Fərqli-fərqli formalarda verir qayda kitablarında. Amma mən deyərdim ki, ən yaxşı variant təpə nöqtəsidir. M bərabərdir, mənfi B bölünsün 2A qaydasıdır. Necə? Bir dənə funksiya üzərində göstərək bunu. Tutaq ki, mənə bir dənə funksiya verib, şəkil olaraq göstərəcəm. Belə bir funksiya verib, deyir ki, məsələn, bu da olsun, belə bir şəkil olsun. Təpə nöqtəsinə əslən, məndən ABC-nin işarəsini təyin eləməyimi istəyir. Uşaqlar, baxıram ki, hətta bir dəqiqə, geçsin bu burada, y-i də kəssin. Baxın, belə bir funksiyadır. Baxın, qollar yuxarıdır, A müsbətdir. Burada y-i kəsibdir, yəni 0-dan yuxarıda kəsibdir deyə
C də müsbətdir. B-ni necə tapıram? B-ni baxın bu formada tapıram. Təpə nöqtəsinin x-i buradadır. Burada x nədir? Baxın müsbətdir. Yəni m-in müsbətdir. Yazıram müsbət bərabərdir. Mənfini qoydum. B-ni bilmirəm. A-nın da işarəsi müsbətdir. İndi mən mənfi ədədi müsbət ədədə burada böləndə mənfi eləyir. Mənfini nəyə vursam müsbət eləyəcək? Bax, buranın cavabını mənfi aldım. Həmən mənfini nəyə vursam müsbət eləyəcək? Aydın məsələdir ki, mənfini mənfiyə vursam müsbət eləyəcəkdir. Deməli, B-nin də işarəsi olmalıdır, mənfi. Bəzi qayda kitablarında deyirlər ki, qayda kitablarında yox, bəzi izahlarda, nə bilim, bəzi müəllimlər qısa üsul olaraq deyirlər ki, yuxarıdan aşağıya bu şəkildə gəlirsə, məsələn, müsbətdən aşağıya doğru gəlirsə, burada B mənfidir, aşağıdan yuxarıya gəlirsə B müsbətdir. Amma bu heç bir qayda kitabında, yəni konkret olaraq bu formada verilmir. Ona görə o haqqda ümumiyyətlə danışmayacağam. Qayda olaraq istəyirsinizsə, qaydamız, konkret qaydamız budur. Bax, m bərabərdir, mənfi B bölünsün 2A. Digər kökaltı funksiyasıdır. Digərlər haqqında da növbəti videoda izah verəcəm.